Bir son dəqiqə xəbərini nəzərinizə çatdırırıq. Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə 4 nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasına cəhd göstərilib. Bu barədə Today Press TV-yə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, sərhəd zastavası dərhal silaha komandası üzrə qaldırılıb, dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb. Sərhəd naryadı tərəfindən dayan əmri verilərək sərhəd pozucuları təqib edilib. Havaya xəbərdarlıq atəşi açılıb. Lakin əmrə tabe olmayan sərhəd pozucuları silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədi ilə atəş açıb. Üzərlərindəki bağlamaları atmış, havanın qaranlıq, ərazinin meşəlik olmasından istifadə edərək geriyə qaçıblar. Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə sərhəd pozucularına məxsus 3 ədəd bağlamada ümumi çəkisi 33 kiloqram 900 qram narkotik vasitə və digər maddi sübutlar aşkar olunaraq götürülüb. Baş vermiş hadisə barədə müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb. Fakt üzrə əməliyyat istintaq və axtarış tədbirləri davam etdirilir.